Salam xanımlar, hər birinizi yeni vlogda xoş gördük. Necəsiz? Demək, uzun müddətdə artıq vlog paylaşmırdım. Bugün fikirləşdim ki, bir neçə günün yığılmış videoları var idi. Onlardan bir vlog hazırlayım. Və burada bir tərəfdən dolğa bişirmişəm, bir tərəfdən demək piroq eləyirəm, bir tərəfdən də göyərti yumuşam, təmizləmişəm. Hardasa bir 10 dəfə yumuşam göyərtiyə qarşı. Çox həssasam və belə piroqum da hazır olur sonradan. Çox qəşəng alınır. İçinə qoz ləpəsi, qozu xırdalamışam, limon qabığı əlavə eləmişəm və dadı çox qəşəng idi. Əslində çoxdan da ağlımda almalı piroq eləmək var idi. Çox sevir bizdə hər kəs almalı piroqu. Amma yəni ona gedəcək yaşıl alma olmadığından ona görə belə sadə bir piroq elədim. İnşallah bir dəfə də almalı piroqu sizlə paylaşaram. Çox dadlı olur. Mən də nə vaxt istəyirəm, nə vaxt yəni bişirsəm paylaşaram. Siz də hansı maraqlı piroq reseptləri bilirsinizsə, zəhmət olmasa kommentlərdə yazın. Çünki mənə çox maraqlı. Özümə belə mixaylı çay dəmlədim. Bu da keksim. Demək, qızlar, bir alış-veriş elədik. Belə manatlıqdan yolka üçün oyuncaqlar almışam. Baxın, belə ağ yolkalardır. Sonra gözəl çıxardı. Belə bir-iki dənə maral aldım. Yolkadan asacaq. Bu belə qar dənəcikləridir. Bunların hamısını manatlıqdan aldıq, 1 manata. Bu da belə bir ev kimi bir şeydir. İşığı yanır. Bu da belə bir şeydir. Sonra şamlardır. Şamdır 2 dənə. Baxın belə. Belə bir dənə də yandır göz. Bunca kırmızı yanır. Bir dənə də alacağım ondan. Bu da belə bir kartofla doğramaq üçün mən həmişə bəzəkli istəyirdim. Bundan aldım. Belə yəni. Oyuncaqlarımız var, əslində çoxdur. Bunları da aldıq ki, maraqlı olar. Asarıq. Biz yolkamızı qurmuşuq. Gözəlin sayəsində Gözəl çox istəyirdi. Hər gün soruşurdu ki, nə vaxt yolkanı quracaq. Çox sevir yeni ili. Keçən ildə ən birinci, yəni öz yaxınlarımız arasında ən birinci biz qurmuşduq. Bu ildə elə oldu yəqin ki, belə bəzədik dünən. İşığını indi söndürmüşəm. Axşamlar yandıranda qəşəng görünür. Bu yolkanı keçən il demək Nərimanovdan almışdıq. Bir mağazin idi. Manatlıq kimi mağazin idi. Nərimanovdan almışdıq. Dediyim kimi demək 20 neçə manata səhv eləmirəmsə endirmə düşmüşdü və bunu aldıq. Bizdə balaca idi. Gözəl də böyük istəyirdi. Ona görə bunu aldıq və bu ildə belə oyuncaqlar aldım. Bunları keçən il almışdım. Bunu da keçən il almışdıq. Şəkərləri keçən il almışdım. Şəkərləri məncə marketdən almışdım, yoxsa oyuncaq dükanından nəsə. Amma bunları manatlıqdan aldım bu il. Və belə bəzədik. Yəni bir dənə boz oyuncaq istəyirəm. Boz oyuncaqlar, zərli, böyük oyuncaqlar. Bunlar məsələn qırmızıdır, zərlidir, amma balacadır. Mən istəyirəm boz, böyük oyuncaqlar alım, zərli. Onları da nə vaxtsa qabağıma çıxsa alaram və yaxud da gələn il alaram, bilmirəm. Çünki məncə yetərlidir hələ ki. İşığını da qoşanda lap gözəl olur. Axşam qoşsam, yəni qoşuruq. Onda da çəkərəm axşam işığını da. Və nə deyəcəkdim? Manatlıqda baxdım, o boz oyuncaqlardan tapmadım. Yox idi, balacalar idi. Mən də xırda istəmirdim. Bunun da işığı yanır. Göstərim sizə. Hər rəngi var idi. Məncə maraqlıdır. Belə düzdür, işığı bilmirəm niyə belə eləyir, amma qəşəngdir yəni. Obşi işığı da yandıranda qəşəng görünür. Belə. Hər rəngi var idi, qırmızı rəngi də var idi. İndi ondan da alacağım inşallah. Sonra sizə bir şey göstərim. Buranı da bəzəmişik. Burada Gözəlin oyuncaqlarının üstünə də işıqlar asmışıq. Baxın belə. Axşamlar o qədər qəşəng görünür ki. Orada stol var. Fikir verməyin. Buralar biraz qarışıb yenə həmişəki kimi. Baxın belədir. Çox qəşəng görünür. Burada da bilmirəm demişdim. Bunlar da manatlıqdan aldım. Biri 1 manat idi. Baxın belə. Axşamlar qoyursunuz. Burada yaşılı da var. Belə. Gözəl görünür. Həmişəki kimi fırındayam, yemək bişirirəm. Burada
toyuqları qızartdım, ayırdım bir qırağa və burada da soğanı qovururam. Belə kartofları doğramışam, pomidor və biber. Görək. Əslində azca sulu bir yemək istəyirdim, bilmirəm, qızartma da eləyə bilərəm. Görək. Amma məncə biraz sulu eləsəm yaxşı olar, gözəl də yeyər. Çünki belə quru çox xoşlamır. Bugün Gözəli həm parka çıxarmışdım. Düzdür, heç nə çəkmədim çünki məncə maraqsızdır eyni şeyləri təkrar çəkmək. Ona görə parka getdi, Gözəl əyləndi. Sonra da qaydanda Megastora girdi marketə. Oradan Gözəl özünə abur cubur, nə bilim, bunun yarısını yolda yedi. Sonra belə şeylərdən aldı. 2 dənə almışdım. Əslində özüm aldım ki, bunun biri ilə qısa video çəkəcəm. Yəni sevilir belə videolar, ona görə short videolar. Demək, sonra ən sevdiyim şokoladdan aldım. Bir dənə də belə bir pambıq disklərdən aldım. Bunlardan mən çox istifadə edirəm. Hər gün demək olar boyuna makyajımı silirəm, tonik filan istifadə eləyəndə rahat olur. Bir də belə bir demək şampun aldım. Çünki qızlar, mən bənövşəyi şampun istifadə edirdim. 2 dəfədir eşidirəm ki, yəni salonda mənə dedilər ki, bənövşəyi şampundan qəti olaraq davamlı saçınızı yumayın, çox qurudacaq, qırılacaq saçlarınız. Doğrudan da elədir. Saçlarım qırılıb. Yəni ucları çox qırılıb və pis günə qalıb. Ona görə belə bir şampun aldım. Bilmirəm bu necə olacaq, amma inşallah ki, yaxşı olar deyə düşünürəm. Gözəl də o qədər tullandı, düşdü parkda, oynadı ki, indi də öskürəyi var, biraz öskürür. Həmişə o elə olur. Gedir parkda oynayır, tullanır, çox tullanıb düşəndə belə demək öskürək olur. Belə qızlar, dedim sizə də göstərim yəni. İyi filan, qəşəngdir, amma inşallah yağlandırmaz saçımı. Çox eşidirdim adını. Belə bir ləkə çıxarıcı aldım. Bilmirəm necədir, yoxlayıb baxacağım, çox tərifləyirdilər. İndirimə düşmüşdü, 7 manata aldım. 13 manatdan 7 manata düşmüşdü deyəsən. Bunu da Rossmannın içindən Rival-Me demək makyaj vasitələri olan yerdən aldım. Çox xoşuma gəldi rəngləri. Pigmentasiyası da çox qəşəng idi, zərli filan. Ona görə bunu aldım, xoşuma gəldi. Əslində tem paletim var idi, amma nəsə xoşuma gəldi. Eləmə, açma. Baxıram, açma. Bu da belə, bilmirəm, spreydir. Ucuzluqdan özümə corab aldım. Bunları da göstərim çıxarmışkən. Ağ corabım yox idi, ağ corab aldım özümə. Ki, cinslərlə falan. Qızlar, tem paletin belə çəkirəm sizlər üçün. Parlaq rəngləri çoxdur. Gözəlin əlinin üstündə sizə göstərim pigmentasiyasını. Gözəl, əlinin üstünü götür. Üstün belə tut. Sağ. Baxın, belədir. Çox qəşəngdir. Çox xoşuma gəldi. Sonra, nə bilim, belə rəngi. Gözlə, gözlə. Gözlə. Bir dənə belə saxla. Baxın. Bəs buna bax görüm. Parlaqdır, çox qəşəngdir rəngləri. Ana, bəs buna bax görüm. Gözəl də belə xoşlayır belə şeyləri. Всё. Burada Gözəli aparıram əyləncə mərkəzinə. Gözəl çox sevir. Ona görə dedim biraz əylənsin. 4 gün hazırlıqda olur. Heç yerə çıxa bilmirik. Hava da soyuqdur. Ona görə gəldik belə, Gözəl əyləndi. Burada da Waikiki'də belə yeni il temalı koftalar qoymuşdular. Onları çəkdim. Və sonra da evə gəldik və paltarları yerləşdirdim. Təzədir də bu köynək Gözələ. Demək, sadəcə bilmirəm niyə belə oldu. Demək, qolları belə süzüldü. Yəni buraları deşik düşdü, nə bilim, qolları bilmirəm, videodan görürsünüz ya yox. Yəni bildiyiniz süzüldü də. Bilmirəm, buna ütü vurmaq olmaz mıymış, yoxsa yəni baxın deşik düşüb artıq qoluna. Amma çox təzədir də, yəni heç bir 2 dəfə geyinib gözəl bunu. Burası da baxın, burası belə materialı belədir görünüşü. Mən fikirləşirəm ki, yəqin ki buna ütü vurmaq olmazmış. Ona görə olubmu, yoxsa bilmirəm nədəndir. Görüm içində yazılmayıb ütü vurulmasın. Amma yox, heç nə yazılmayıb. Bilmirəm. Belə oldu. Bunu indi fikirləşirəm ki, verərəm mamaya, mama dərzidir də. Qollarım bunun belə çıxardar və belə kimono formasında olar da, qolsuz olar. Nə belə geyinər yayda şortikləri ilə.
Amma çox gözəl idi. Ona görə bunu qatlayıb yadımdan çıxmasın deyə bloka qoyuram ki. Yeyərəm. Ha. Cəza baxın. Özümüzə dönər almışdıq, belə yedik. Və Waikiki-dən belə Gözəlin termosu qırılmışdı qapağı. Ona görə Gözələ belə termos aldım, endirimdə idi. 15 manatdan 8 manata düşmüşdü. Demək, bilmirəm necə olacaq, amma hələ ki yaxşı oxşayır. Yəni o biri termosun Walmart mağazasından, marketdən almışdım. 12 manata almışdım və çox keyfiyyətli idi. İnşallah bu da onun kimi keyfiyyətli olar. Yəni belə bir şeydir. 20 manata Barbie'lilər var idi. Çox çəkə bilmədim. Orada Gözəl dayanmırdı bir yerdə. Gözələ şalvar axtarırdım. Waikiki-də ölçü olmadığına görə tapa bilmədim. Yəni mənim bəyəndiyim şalvar tipində ölçü yox idi ona görə. Amma inşallah bu dəfə gedəndə çəkərəm. Belə. Bu da növbəti gündür. Gəlirik Mamagilə. Burada gördüyünüz kimi çay içirik. Mamaya əslində rayondakı evimizə televizor almaq istəyirdi. Əslində biz də almalıydıq. Televizor bizə də lazım idi. Ona görə gəlirik Kontaktoma və burada bütün televizorlara endirim var idi demək olar. Və belə bir televizor alırıq. Düzdür, bu firmanı heç eşitməmişdik. Biraz qərarsız qaldıq, amma orada məsləhət gördülər. Adı səhv eləmirəmsə Hisense-dır filan, nəsə belə bir şey gedirdi və belə televizor aldıq. Özümüzə də aldıq. Özümüzünkünü demək maşında saxladıq. Burada mama belə bir piraşki hazırlayır bizə. Mama çox sevir belə, yəni atışdırmalıqlar. Və belə mama hazırlayır. Mən də bişirirəm bir tərəfdən. Çox ləzzətli, dadlı piraşkilər hazırlayır. Sonunu çəkə bilmirəm. Sonra Gözəllə yollanırıq marketə. Evə bir-iki şey lazım idi. Mama deyir ki, hazır eləsən, geyinmisən. Yəni mən ev paltarındayam. Ona görə biz gedirik. Gözəllə yollanırıq marketə. Neyinirsən? Burada isə artıq evə gəlirik və sizin üçün də çəkirəm özümüz üçün aldığımız televizoru. Əslində bunu qaynatamın otağına alırıq ki, o da televizora baxsın. Çünki Gözələ görə heç kim evdə Gözəl yatmasa, yəni televizora baxmaq mümkün deyil. Heç kimi qoymur, özü açır. Yəni düzdür, bəzən mən dirəşib özüm qoyuram, məsələn kinoya filan baxıram, amma yəni mümkün deyil. Uşaqdır, soyuq havadır, evdə darıxır və bilmir nə etsin demək olar. Əslində Gözəl həmişə televizoru açıq qoyur və gedir orada nə ilənsə maraqlı, amma deyir ki, o televizorun səsi gəlsin. Bilmirəm. Burada da elə eyni firmanın başqa bir televizorun aldıq. 300 manat idi, səhv eləmirəmsə. Demək, mamaya aldığımız televizorun firmasından idi. Mama özünə daha böyüyünü aldı. Yəni o 800 manatlıq idi. Bu isə 300 manatlıq. Divara vurmağa fikirləşirik. Yəni amma bir tərəfdən də Gözələ görə qorxuruq ki, Gözəl nəsə atar, sındırar. Hələ ki fikirləşirik. Amma hələ ki yəni razı qaldıq. Biz əslində çox tərəddüd eləyirdik bu firmanın məhsulunu almağa, çünki adını heç eşitməmişdik. İstəyirdik Samsung, LG və ya bildiyimiz bir yəni firmanın məhsulunu alaq, amma orada dedilər ki, bu firma yeni gəlib, amma Toshiba firmasını alıb, ona görə də yəni rahatlıqla ala bilərsiniz. Yəni çox təriflədilər. Biz də ona görə fikrimizi dəyişdik və aldıq. Bilmirəm, inşallah ki, yəni yaxşı işləyər. Hələ ki yaxşıdır. Biz də zala qoyduğumuz televizorda LG firmasınındır. Onu da bir il bundan əvvəl Kontaktom mağazasından almışdıq, eyni mağazadan və çox razıyıq. Hələ ki yaxşı işləyir. Onu da səhv eləmirəmsə 1000 manata almışdıq. Gözələ əslində televizor, telefon gözünə görə həkim qadağan edib, amma
yenə də saxlaya bilmirəm, baxır. Telefona demək olar çox az baxır, oyun oynayır telefonda, amma gündə 1 saat filan, yəni toplasam 1 saat filan olar. Amma bir yerə çıxanda mümkün deyil. Bilir ki, bir yerə çıxırıq. Məsələn, o dəqiqə istəyir ki, bilir ki, mən onunla dalaşmayacağam. Bəzən dirəşirəm, amma yenə də dalaşırıq. Yəni günümüz qara olur. Ona görə orta yolu tapmağa çalışırıq. Bu da növbəti gündəndir. Belə bir səhər yeməyi hazırlayıram. Yeyirik yeməyimizi. Bugün bacı gələcəkdi bizə. Özünə şalvar, kofta filan almağa. Ona görə yəni Xırdalanda bildiyim qəşəng mağazinlər var idi. Onu aparıram ora. Və sizin üçün də çəkirəm belə. Koftanı alıram özümə. Və bacı da belə bir şeylər geyinir, yoxlayır. Bundan əvvəl paltar aldığımız mağazinin adı Forte idi. Orada həmişə gözəl geyimlər olur. Bacı da özünə şalvar, kofta filan belə şeylər alır. Oradan gəlirik Megastore marketə və belə nə bilim maraqlı suvenirlər çəkməyə çalışıram sizlər üçün. Bilirəm vlog biraz gec oldu, çünki biraz motivasiyam düşmüşdü. Mən biraz bir işə çox həvəslə başlayıram. İlk günləri yadımdadır ki, vlogları bir gündən bir, 2 gündən bir atırdım. Biraz motivasiyam düşüb, amma dəstəyinizlə təbii ki, bu həll olunmayacaq bir şey deyil. Ona görə sizə çox güvənirəm. Mənə abunə olmağı, like eləməyi, videoları unutmayaq. Çox sağ olun ki, izlədiniz.